Şəxsi keyfiyyətlər hər bir insanın taleyini müəyyən edir. Milli liderlik ilə siyasi liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsinə isə bəşər tarixində az-az rast gəlinir. Heydər Əliyev o şəxsiyyətlərdən idi. Milli və siyasi lider kimi tarix yazan adam. Çox sayda şəxsiyyətlər olur. Ancaq elələri də var ki, onlar tarix yaradır. Bir coğrafiyanın, bir xalqın, ölkənin tarixini, taleyini müəyyən edir. Ulu Öndərin 102 illiyi münasibəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ağdam Musiqi Kollecinin Aşıqlar qrupu, Xalq Çalğı Alətləri Orkestri, Qarabağ İnstrumental Ansamblı çıxış etdi. Ağdam Musiqi Kolleci çox böyük bir tarixi keçmişə malikdir. Respublikamızın çox tanınmış musiqiçiləri, çox tanınmış sənət adamları bu kollecin məzunları olublar. Orada pedaqoq kimi fəaliyyət göstəriblər. Müəyyən bir qaçqınlıq dövründə yaşadı kollec. Nəhayət, kollec bugün çox böyük uğurla Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Ulu Öndərin Qarabağa sevgisi isə tam başqa idi, elə muğamada. Təqdim olunan video çarxdan da bu bir daha aydın oldu. Proqramda Heydər Əliyevə həsr olunan musiqi nömrələri, eləcə də Azərbaycan xalq mahnıları, bəstəkar nəğmələri səsləndirildi. Cahangir Cahangirovun Alagöz, Şəhriyar söylənən Heydər Baba mahnısı alqışlarla qarşılandı. Bilirsiniz ki, Ağdamda böyük quruculuq işləri gedir, artıq muğam mərkəzi də tikilir və tezliklə bu tədbirlər Ağdamın mərkəzində, özündə təşkil olunacaq Allahın köməkliyi ilə. Ağdam Musiqi Kolleci qabaqlar Ağdam Musiqi Texnikum kimi məşhur idi. 1958-ci ildə bu yaradılıb və burada Azərbaycanın ən ünlü isimləri, məşhur musiqiçiləri həm məzun olublar, həm müəllim olublar. Təkcə iki ismin biz çəksək, məncə bəs idi. Seyid Şünski və Əli Baba Məmmədov. Qarabağ xanəndələri özünə xas ifaçılıq tərzi ilə seçilir. Qüvvətli səs və geniş diapazona malik ifaçılar muğamı ilk növbədə ustadlarından dinləyərək öyrəniblər. Torpaqdan insanı yetişdirən bu amillərdir və bunlar da Qarabağda səslər həm şirindir, həm gözəldir. Təbii ki, bütün səslərimiz gözəldir, amma da Qarabağda musiqinin beşiyidir də. Ancaq yenə deyirəm, o hava, o su, yəni mən elə əlaqələndirirəm. Qarabağın muğam ifaçıları bugün milli irsimizi bütün dünyada uğurla təbliğ edirlər. Məmməd Məmmədli, Mirəziz Mirəlioğlu, Oruc Ələsgərov, Sevgəlizadə, Mədəniyyət xəbərləri.